Artıq 21-ci əsrin birinci rübünü tamamlamaq üzrəyik və dünyada görünməmiş şəkildə məruzələrdə də qeyd edildiyi kimi son dərəcə mürəkkəb transformasiyaların hamımız şahidi olmaqdayıq. Ən müxtəlif postmodern adlandırılan anomaliyalar, müxtəlif informasiya partlayışları, sosial, siyasi, dini, irqi kimliklərin parçalanması və yenidən strukturlaşması, parçalanması və yaxud yenidən strukturlaşmaması, yoxluğa qovuşması və yox olması, sivilizasiyalar arası, dinlər arası, mədəniyyətlər arası ziddiyyətlərin getdikcə kəskinləşməsi, həm qlobal, həm də lokal, regional müharibələrin, münaqişələrin belə bir zəncirvari reaksiya kimi getdikcə bütün planeti ağuşuna almaqdır. Bütün bunlar çox təəssüf ki, müasir dövrümüzün, yaşadığımız dövrün gerçəklikləridir. Artıq müharibə regiondan gözlə görüləcək və seyr ediləcək qədər, yəni toxunulacaq qədər yaxındadır. Və bir şey gün kimi aydındır ki, bugün, yəni 21-ci əsr, sözün heç bir mənasında dünən, 20-ci əsr demək deyil və sabah da heç bir mənada bugün olmayacaqdır. Xüsusən 21-ci əsrin birinci rübünü tamamladığımız bir vaxtda müşahidə edirik ki, artıq dünya şübhə, ironiya, parodiya, oyun anlayışlarına daha çox keçir. Xüsusilə oyun estetikası mədəniyyətin, incəsənətin sərhədlərindən siyasətin müstəvisinə, deməli, siyasətin arenasına keçdiyinin şahidi oluruq. Dron müharibələri, ən yüksək süni intellekt texnologiyalarına əsaslanan dron müharibələri kompüter oyunlarını xatırladır. Və belə dırnaqarası kompüter oyunlarının getdiyi bir şəraitdə, eyni vaxtda yüzlərlə, minlərlə, 10 minlərlə insanın həlak olduğu müharibələrdə paralel olaraq dünyanın şovmen, biznesmen liderləri milyonların gözləri qarşısında artistik poz verirlər. Və bunlar hamısı müasir dövrün əsas reallıqlarıdır. Və çox təəssüf olsun ki, müasir dövrdə dünyamız müharibə və sülh, informasiya və manipulyasiya, mədəniyyət və destruksiya, reallıq və interreallıq arasında sərhədlərin silindiyi bir reallığa gəlir. Və müharibə bu reallığın ən əsas xüsusiyyətidir. Əli bəy Hüseynzadənin sözləri ilə desək, hər yanda bombalar vəhşiyanə rəqs ediyor. Və belə bir şəraitdə bütün qövmlər, qurumlar, dövlətlər özlərinin dünyanın yeni çağırışları baxımından deməli, mütəşəkkilləşməsi üçün müəyyən tədbirlərdə bulunmalıdırlar. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Türk dünyası bizim aləmizdir, evimizdir çağırışı bu mürəkkəb dünyada əsas vektorun müəyyənləşdirilməsinə xidmət edir.